Salam dostlar, bugün sizinle 7. sınıf fizika iş dəftərinin 1-ci hissəsindən 2-ci bölmə ümumiləşdirici tapşırıqlara baxacaq. Birinci suala baxmaqla başlayaq. Verilmiş sözlərdən istifadə edərək mətni tamamla. Formasına görə trayektoriya əyri-xətli və ya düz-xətli ola bilər. Hərəkət zamanı yol heç vaxt sıfır ola bilməz. Yerdəyişmən vektorial cəmiyyətdir. BCD yol və yerdəyişmən vahidi metrdir. Yerdəyişmə sıfır ola bilər, əlbəttə ki. 2-də verilmiş qrafiklərdən hansı cisim yol zaman qrafiki ola bilməz? İkinci ola bilməz, çünki zaman getdikcə arta bilər, amma burada azaldığını göstəribdir. Onun üçün yol zaman qrafiki ola bilməz bu. Yəni zaman getdikcə yol arta bilir. Baxaq üçüncü suala. Avtobus gün ərzində bir şəhərdən digər şəhərə və əksinə sərnişin daşıyır. Bu müddətdə aşağıdakı cəmiyyətlərdən hansı sıfır ola bilər? Yerdəyişmə sıfır ola bilər. Misal üçün, bura A nöqtəsidir, bura B nöqtəsidir. B-yə kimi gedib, təzədən A-ya qayıtsa, onda yerdəyişməsi sıfır olacaq. Təcillə baxaq. Başlanğıcı və son sürəti eyni olarsa, təcil sıfır ola bilir. Düstur da A bərabərdir, V çıxısın V sıfır bölünsün T ilə olur. Yola görə sürət ola bilməz. Yerdəyişməyə görə sürət amma ola bilər. Dördüncü suala baxaq. Aşağıdakılardan hansı sürətin vahididir? Desimetr bölünsün dəqiqə sürətin vahididir. Metr bölünsün saniyə də sürətin vahididir. Kilometr bölünsün saat da sürətin vahididir. Burada metr uzunluğun vahididir. Yəni sürətin vahidindən deyil. M nöqtəsindən hərəkətə başlayan avtomobilin hərəkət trayektoriyası şəkildə kimidir. Avtomobilin istiqamətini dəyişdiyi döngələr düzbucaq təşkil edir. Avtomobilin yola görə sürəti 20 metr bölünsün saniyə olarsa, onun hərəkətinə sərf etdiyi zamanı və yerdəyişməyə görə sürəti hesabla. V bizə verilibdir 20 metr bölünsün saniyə. Yəni yola görə sürət. T isə sualdır. T bərabər L bölünsün V düsturundan istifadə edirik. 4000 metr edir ümumi uzunluğu. 400 buradan, 800, 600, 1200. 800 toplamda 2000 yəni 2 kilometr. 2 kilometr də buradan 4 kilometr. Yəni 4000 metr. 4000 metr bölsən zamanlara dəyir 20. Bölü 20'yə edir 200 saniyə. Bu zamandır. Zamanını tapılır ki 200 saniyədir. Sonra isə yerdəyişməyə görə sürət tapılır. 1200'ü yerdəyişmə buradır. Buranı tutmaq üçün 400'dən 400 toplayır 800. 2000'dən çıxır 800'ü edir 1200. 1200'ü bölü zamana yəni 200 saniyə. Edir 6. Yəni yerdəyişməyə görə sürət də 6'dır. 6-cı suala baxaq. Cisim N nöqtəsinə 20 saniyə ərzində gəlir. Onun hərəkət trayektoriyasının uzunluğu 2 metr olarsa, olan çevrənin bir hissəsini keçir. Yəni çevrənin uzunluğu 2 metrdir. N və N arasındakı ən qısa məsafə 30'dur. Yəni bu hissə 30'dur, yerdəyişməsi. Çevrənin 4'də 1 hissəsini gedir. Yəni 32 metrin 4'də 1'ini gedir, 8 metr. Bu hissə 8 metrdir. Birinci yola görə sürəti hesablayın deyir. Orada da V bərabərdir E bölünsün T hesablayırıq. V bərabərdir E bölünsün T bərabər. Hamısını toplayırıq. 15 ilə 8 ilə 8 ilə 9 bölünsün 20'yə. Zamanı yəni. O da bərabərdir 40 bölünsün 2, 2 metr bölünsün saniyə. Deməli, yola görə sürət 2 metr bölünsün saniyədir. Sonra isə yerdəyişməyə görə sürətə baxaq. V bərabərdir S bölünsün T
800 bölünsün 40. T bərabərdir 270 saniyə. Baxa 8-ci soru. Uyğunluğu müəyyən et. Yavaşlayan hərəkət B. Aşağıya doğru gedir. Bərabər sürətli hərəkət düz gedir. Yeniləşən hərəkət isə A ilə C olur. Hər ikisi yuxarıya doğrudur. Yol zaman qrafikdə aşağıdakı verilmiş cisim. Yola görə sürətini hesabla. Yola görə sürəti V bərabər L bölünsün T bərabərdir. 120 bölü, baxın 120 zamanda 10'dur. 120 bölü 10 elir 12 metr bölünsün saniyə. Keçək tədbirini hesaplamağa. Tədbir sıfır olacaq. Çünki tədbirin üstü A bərabər V çıxılsın V sıfır bölünsün T'dir. 12'den 12 sıfır T'ye bölünür. O da sıfır elir. Sürət zaman qrafiki. 12 yazacaq bura. 0 yazacaq bura. T bura. Burada V. Düz gedəcək. 30 dəqiqə ərzində getdiyi yol hesabla. T bərabər 30 dəqiqə. Yəni saniyə çevirəndə 30 vururuq 60 eləyir. 1800 saniyə. L bərabərdir V vurulsun T üstündən istifadə edəndə. 12'ni vururuq 1800'ə. 21.600 metr. Yəni kilometr nəsəsəydə 21,6 kilometr. Baxaq 10-cu suala. Uyğunluğu müəyyən et. Birincidə tədbir nisbətdə çünki yuxarı doğrudur. Və sürət artır. İkincidə sürət azalır, aşağı doğru gedir və tədbir mənfidir. Aşağı doğru gedəndə tədbir mənfi olur, yuxarı doğru gedəndə isə nisbət olur. Üçüncüdə isə tədbir sıfıra bərabərdir çünki düzdür. 11-ci sual. Aşağıdakı kəmiyyətlərdə hansı və ya hansı var? Sıfır olduqda cisim hərəkət etmədiyini demək olar. Yola görə sürət sıfır olduqda cisim hərəkət etmir. Cisim hərəkət edirsə yol artır, hərəkət etmirsə yol sıfırdır. Bir də ikinci ola bilər, yol. Əslində burada yer dəyişmək sıfır ola bilər, tədbir sıfır ola bilər. Amma burada deyir ki, sıfır olduqda cisim hərəkət etmədiyini demək olar. Onun üçün bir mənfi götürürük. 13'ə baxaq. Sükunət vəziyyətindən hərəkətə başlayan qarışqanın təcili sükunət vəziyyətindən hərəkətə başlayan qatarın təcilindən böyük ola bilərmi? Cavabınızı əsaslandırın. Ola bilər. Düstur V çıxılsın V0 bölünsün T'dir. V0 0 olsa, yəni sükunətdən başlayır. Qalır V bölünsün T. Yəni ola bilər. 13-cü suala baxaq. Başlanğıc sürəti 18 metr bölünsün saniyə olan cismin təcili 1 metr bölünsün saniyə kvadratı olarsa, 5 saniyə sonra onun sürətini hesabla. A bərabər V çıxılsın V0 düsturundan istifadə edirik. Məxrəcdə 1 var, görmürük də biz onu. A-nın məxrəcində. Burada tapmaq üçün belə çapraz bir-birinə vurub yazacaq. 1 vurulsun V çıxılsın V0, A vurulsun T. 1'i yazmırıq. 1 vurulsun V çıxılsın V0 bərabər AT, yəni A vurulsun T. V bərabər V0 üstəgəl A vurulsun T. Bərabər ədədləri yerinə qoyuruq. 18 üstəgəl 1 vurulsun 5. O da eləyir 23 metr bölünsün saniyə. Baxaq 14-cü suala. Eyni yerdən düz xətt üzrə əks istiqamətlərdə hərəkət edən iki velosipedçidən birinin sürəti 10 metr bölünsün saniyə, digərinin sürəti isə 12 metr bölünsün saniyədir. 5 dəqiqə sonra onların arasındakı məsafə nəyə bərabər olar? T, yəni zamanımız 5 dəqiqədir. Saniyəyə çevirəndə 5'i vururuq 60'a, 300 saniyə eləyir. L bərabər L1 üstəgəl L2 bərabər V1 vurulsun T üstəgəl V2 vurulsun T, V1 üstəgəl V2 mötərizədə yazırıq, vurulsun T, yerinə ədəd qoyuruq. 10 üstəgəl 12 vurulsun, zamanı saniyəyə çevirdik 5 dəqiqəni. Elədi 300 saniyə, vururuq 300 saniyəyə, o da eləyir 6600 metr. Yəni kilometrlə istəsələr 6,6 kilometr eləyir. 15-ci suala baxaq. Eylervin diaqramında uyğun bəndləri qeyd et. 1'ə 3 olacaq, təcil 0'a bərabər ola bilər, bərabər sürətli hərəkətdə. 2'yə olacaq ki, yeniləşən ola bilər, yavaşlayan da ola bilər, sürət zamandan düz mütənasib asılı ola bilər. 3'də isə 5 olur. Gedilən yol artır. Yəni 1'ə 3, 2'yə 1, 2, 4, 3'ə isə 5'dir. Bugünlük bu qədər dostlar. Videomu bəyəndinizsə like atıb kanala abunə olmağı unutmayın. Gəlin videolarda görüşənədək.